Salam mənim qardaşım. Salam mənim qardaşım. Necəsən? Sağ ol biraz. Qardaşım, biraz bu özün haqqında danış, bu istifadən haqqında. Narkotik istifadəsi sənin həyatına necə dağıdıcı davranışlar olub? Həyat sferlarını necə dağıdıb? Məlumat ver qardaşım. Mənim qardaşım, 28 yaşım var, Bakıda anadan olmuşam, 96-cı təvəllüdəm. İstifadəm qardaşım 13 il olub. 14-15 yaşlarımda istifadəyə başlamışam. İlk istifadəm mənim qardaşım dərmandan olub, başlamışam dərman atmağa. 15 yaşımda, 16 yaşımda başlamışam dərmanları atmağa. İlk istifadəm ondan başlayıb, dərman atdım. Sonra qardaşım elə bir situasiya oldu ki, dərman atırdım, mənə çatmırdı, evdən dalladırdım evdəkiləri. Elə bir hadisə oldu ki, qardaşım, bunun üstü necə açıldı? Mən xəstəxanada o qədər dərman atmışam ki, o qədər istəyim olub ki, özümdən getmişəm, evdə şübhələnmə, evə gəlib bilmişəm. Evdə mənə apardılar, müalicəyə qoydular, bəs müalicə zad aldım, məşdağıda zadda ki, düzəlim eləməyim. Mənim qardaşım. Neçə yaşın var idi onda? Onda mənim qardaşım 16-17 yaşlarım var idi. Mən ilk tanış eləyəndə, işimə görə pulum var idi, məni təklif elədilər belə elə. Qardaşım, dərmanı tərk etdim. Çox az yaşda ağır travmalar yaşadım, travmalarımı. Ad bilmirəm mənim qardaşım, bir nəfər yaxın adamlardan biri mənə gətirdi, bu malı mənə qabağıma qoydu ki, bu da dərman kimi bir şeydir. Bunu elə, yaxşı olacaq, dərmandır, tərk etmək olur. İlk dəfə mənim qardaşım, mən onda bilmirdim çəkməyi zad, mənə başladı damar daxili vurmağa. Damar daxil eləmişəm. 18 yaşında mənim qardaşım. 18 yaşında başladım damar daxil eləməyə. 1 il elədim, 2 il elədim, axırda mən dözənmədim, gizlədənmədim, vəziyyətim pisləşirdi, evdən bildilər. Qardaşım zad ağladı ki, yaşda nə iynəyə oturmuşam. Apardılar mənim qardaşım, mənim məşdağıda yenə müalicə elədilər, çıxdım, qoşuldum yenə. Nə qədər vaxt qaldın narkoloji dispanserdə? Qardaşım, 1 ay məni saxladılar mənə narkolojidə. Dərman, dəvə dərman. Yəni xeyri olmadı da mənim qardaşım, çıxdım yenə istəyinlə elədim. Gör nə dərəcəyə çatdım ki, elə bir adamı qardaşımın üstünə, mənə deyir filandan gəzmə, ondan iynə eləmə. Mən həmin adamı görə mən öz qardaşıma bıçaq zad çəkdim. Gör xəstəliyim o qədər yəni güclüydü ki, yəni mən deyirdim ki, qardaşıma narkotik səndən artıqdır. Mən narkotiki seçmişəm. Mənim qardaşım başladım belə bir az yaşlarına tibb vəziyyətləri yaşamağa. Görmədim mən yaşlarıma baxırdım, kimisi qardaşım əylənirdi, istədiyim qız var idi, istədiyim qız mənə seçim qoydu. Gör mənim qardaşım narkotik məni nə günə qoyub ki, mən istədiyim qızı narkotikin təsiri altında istəmişəm, sevmişəm. Narkotikin təsirindən ayrılanda elə bir ki, belə bir insan olmayıb mənim həyatımda. Elə bir ağır travmalar mənə yaşadıb. Qardaşım keçdi, yenə bildilər, yenə apardılar müalicəyə, mənim ailəm məndən əl çəkmədi. Mənim sevgi sferam dağıldı, dost sferam dağıldı. Mənim qardaşım, yanımda ailəm, həyatımda heç kim olmadı, tək qaldım. Qardaşım, yenə qalmadım da öz vərdişimdən. Dedim, mən narkotiklə başlamışam, travmaları bəhanə eləmişəm, öz canıma qəsd eləmişəm. Mənim qardaşım, gör nə bir vəziyyətə çatıb ki, mənə iynə vururam, mənə evdən deyir, mənim anam mənə deyir ki, gedə əzab əziyyətlə işləyir, gətir mənə verir ki, gör necə həm asıl eləmişdir, 20 manatdan vəzin 40 manat verir ki, oturum onu mən qabağında çəkim. Mənim anam bütün narkotikləri tanıyır, tanıtdırmışam ki, bu budur. Gör narkotik mənim başımı necə özündən alıb aparmışdı. Anamı deyirəm ki, bu bunun keyfini verir, bu bunun verir. Ki, mənim anam bilir ki, hansı narkotik maddələr eləmişəm. Bəs necə oldu reabilitasiya mərkəzinə gəldin? Mənim qardaşım, elə bir diblərə düşmüşdüm ki, inan Allaha, yəni heç yerdə kömək tapa bilmirdim. Kimə deyirdim, gedim məşdağı, o da boş deyir. Axırda buna qərara gəldim ki, bir şey ki, mənim qardaşıma öz atamın mal dalınca göndərmişəm ki, get mənə bunu tap, onu tap, onu elə, bunu elə. Sonra mənim qardaşım TikTokda belə deyim, gəzirdim, çıxdı qabağıma bir dənə təmizlik mərkəzidir, danışırıq, motivasiya verdi. Birinci seçimim yox idi, dedim, mən inanmıram, özümə inamsızlıq gəlib.
Çünki o qədər ağır yəni müalicələr olmuşam ki, xeyrini görmədim. Mənim qardaşım bura gələndə elə addım oldu ki, o boyda diblərim. Mənim anama deyirəm ki, gəl mənim damarımı tut. Gör necə mənə bir fəsad verib ki, anama deyirəm ki, damarımı tut, mən damar daxili gedim. Sonra qardaşım gördüm o da öldü. Yəni həyat tərzim, özümə qiymətim, hamısı düşdü. Mənim qardaşım inamsızlığımı dedim, bir dənə yoxlayım da inşallah ayıq qalaram. Mənim qardaşım elə mərkəzi tanıyandan təmiz həyat reabilitasiya mərkəzinə addım atdım. Mənim qardaşım günkü bu gündə, yəni bu boyda ağır travmalara baxmayaraq, yəni mən ayıq qalıramsa, neçə müddətdir ayıqlığım gedirsə, Tərlan qardaşım sənin sayəndə gedir. Yəni bu boyda mənim inamsızlığımı sən mənə inama qaytardın. Heç mənim ailəm də gözləməzdi ki, yəni mən ayıq qalaram. Ümidləri yox idi. Bugünkü gün sizin canınıza duacıdır, sizin mərkəzdə duacısınız ki, mənim gözəl qardaşım. Sən bizim üstümüzə əziyyət Sağalma çəkirsən. prosesindən biraz danış burada. Nələr öyrəndin sən reabilitasiya mərkəzində? Mənim qardaşım, burada bax mən çöldə o qədər məsuliyyətsiz idim ki, yəni məsuliyyətlərimi dərk eləmirdim. Mən bura addım atandan indi bilirəm ki, mənim məsuliyyətlərim çöldə var, burada var. Məsuliyyətlərimi öyrəndim mənim qardaşım. Öz başınalıqlarımdan imtina etməyi öyrəndim. Deyilənlərə qulaq asmağı, yəni mənə xeyrimə danışandan səbirlə dinləməyi, hər bir situasiyanı neqativdən pozitivdən öyrənməyi, yəni həyat dərsini öyrətdi mənim qardaşım. Bura tez adaptasiya oldun yoxsa? Mənim qardaşım, belə deyim də, yəni biz asıllı adamlar üçün biraz çətin olur adaptasiya, izolyasiya. Biz azadlığı sevmişik. Mənim qardaşım sağlam qərar atandan bir aya adaptasiyam oldu. Yəni deyim ki, peşmançılıq yox mənim qardaşım. Belə qayğını yəni mən ailəmdən görməmişdim. Mənim burada olub qeydimə qaldı. Gecələr yuxumuzu aram qatdınız bizə görə. Yəni çox qeydimizə qaldınız. Qardaşım sağlamlığınızla necə məşğul oldunuz. Yəni İnşallah. sağ ol mənim qardaşım. Minnətdarlıq var.